Kimlər oruç tutmaya bilər? Oruç tutmayan kimsələr ağır xəstəlik, bunu da mütləq doktor söyləməlidir ki, əgər oruç tutduğunuz zaman sizin xəstəliyiniz artacaqdır. Səfərə çıxanlar, burada 90 kilometrlik məsafədədir, tuta da bilərlər, ancaq tutmamaq ixtiyarları da var. Hamilə qadınlar uşaqlarına zərər gələcəyini bildiyin və eyni zamanda uşaqlarına süd əmizdirən qadınlar uşaqlarına zərər gələ biləcəyini düşündükləri zaman oruç tutmaya bilərlər. Şiddətli aclıq və susuzluq altında, yəni özlərinin tələf olacaqlarını bilirlərsə əgər, bu halda da yəni oruç tutmayan, yəni bunun üçün ağır işdə çalışanlardan söhbət gedir. Yəni Ramazanda müsəlmanları ağır işdə çalışdırmamaq lazımdır. Amma ailəsinin ruzisini, çörəyini apara bilməyəcəksə, ağır tikinti işlərində çalışırsa, bu adamlara da izin verilib. İfrat dərəcədə qocalıq. Yəni bu adamlar bilinir ki, yemək yeməsələr öləcəklər və yaxud da taqətdən düşəcəklərsə, bunlar da oruç tutmaya bilərlər. Amma bunların qəzası olmadığı üçün bunlar fidyə verməlidirlər. 30 günün fidyəsini verməlidirlər ki, bu fidyə də yəni bir müsəlmanı bir günlük doyuracaq miqdar deməkdir. Yəni bunlar oruç tutmaya bilərlər. Həmçinin də qadınların aylıq hallarında oruç tutmaları oruç tutmazlar və bunları da uyğun zamanda qəza edərlər.